Salam, bu videoda sizlərlə birlikdə qəbula düşmüş bütün riyazi məsələlərin izahına başlayırıq. Ən birinci 2020-ci ilin qəbul suallarının izahı ilə başlayırıq. Daha sonra digər illərə yavaş-yavaş keçmiş olacağıq. Adətən qəbula ortalama 4-5 sayda riyazi məsələ düşmüş olur. Bunlar 8, 9 və yaxud da daha çox riyazi məsələ mövzusundan sadəcə bir neçəsini əhatə eləyir. Adətən də bu yaş məsələsi, ədəd məsələsi, bəzən də faiz məsələsi kimi məsələlərdən ibarət olur. Baxaq görə indi 2020-ci ildə hansı məsələlərdən təşkil olunub bizim həmin suallarımız qəbul imtahanında. Deməli, oxuyuram. Ailədə 3 uşağın yaşlarının hasili 72-yə bərabərdir. Yaşlar tam ədədlərlə ifadə olunub deyə mötərizədə yazıb. Yazmasaydı da onsuz da biz bilməliydik ki, mütləq bir insanın yaşı tam ədədlə ifadə olunmalıdır. Amma imtahanın standartıdır deyə formada qeyd olunub. Əkiz qardaşlar kiçik bacılarını çox sevirlər. Əkiz qardaşlardan biri bacısından neçə yaş böyükdür deyə soruşur. Deməli 3 dənə uşağın yaşları hasili 72-dirsə və bilirəm ki, ikisi bir-birinə əkizdirlərsə, onda həmin o əkizlərə yazaram x, həmin o kiçik bacıya da yazaram y. Və nəticədə yaşların hasili neçədir? 72. O baxımdan da anında bu formada ifadə elədim. Təbii ki, bunların yerinə A, B nə yazmaq istəyirsinizsə, onlar sizdən asılıdır. Mən x-y olaraq davam edirəm. İndi özümdən mümkün versiyalar yazacağım. Çalışmayın ki, hər sualda necəsə qəşəng bir tənlik qurasınız, avtomatik özü gəlib cavabı çıxa. Biz məktəbdən belə öyrəşmişik, amma hər şey o formada olmur. Ona görə təxminlərimizi, rəqəm yazma qabiliyyətimizi bir növ inkişaf elətdirməliyik və yaxud da elətdirməliydik. İndi başlayıram. Fikirləşirəm ki, uşaqların əgər yaşı 1 olsa, mən hər zaman minimaldan başlayıb hissə-hissə sistemini yazmağın tərəfdarıyam. Onda gərək bacının yaşı 72 olsun. Olmaz da, düzdür? Həm ağla sığmır, həm də kiçik bacılar dediklərinə görə o baxımdan da əkizlərdən yaşı balaca olmalıydı. İndi 72-ni fikirləşirəm ki, 2 vur 2 kimi göstərsəm, bura eləyir 4. Onda bura kiçik bacıya qalır 18. Bu da olmadı. Bu ədədləri sürətli rahat görə bilmirsinizsə, bir kənardan vuruqları da ayıra bilərsiniz. Məsələn, 72-ni 2-yə bölsəm 36. 2'ye böldüm 18, 2'ye böldüm 9, 3'e böldüm 3, 3'e böldüm 1. 1'i görene kadar ayırırsınız. Bilirsiniz ki, bu ədədlərin hasilindən 72 düzəltmək olur. Ona görə göz ayarı buralara baxıb mümkün versiyaların nələr olduğunu görmək olar. Bu səfər fikirləşirəm ki, 3 yazım. 3 vur, 3 vur, 9 eləyir, düzdür? Burada deməli 8 qalar da. Nəticədə yenə 72-ni verər. Yenə fikir versə uyğun gəlmədi. Qardaşlar mütləq bacıdan böyük olmalıdır. Bu səfər 4 yazmağa çalışsam, yazıram 4 vur 4, 16. Amma 16-nı nəyəsə vurmuş olsam, gəlib neyniyəcəm? 72-yə çıxa biləcəmmi? Onu fikirləşirəm. Baxın, burada var da, düzdür? 2 vur 2 4-ü alındırır. Amma başqa 2-nin nəyəsə vuranı 4-ü alındırmır ki. Ona görə buradakı vuruqlara da baxsaq, görəcəyik ki, 4 vur 4 ilə yazmağımız tamamilə yanlışdır. 5 vur 5 yaza bilmirəm, 25-i nəyəsə vuranda 72 eləmir. 6 vur 6 yazaram deyə düşünürəm. 6 vur 6, düzdür? Həqiqətənə baxın, bu 2 ilə 3 6-nı verir, bu 2 ilə 3 6-nı verir, 36. Nəticədə bir dənə də 2-yə vursaq, olacaq həqiqətən də 72. Və deməli, qardaşların 6 yaşı olsa, kiçik bacıların dediyinə görə onun da 2 yaş olsa, hər şey tamamən qaydasında olmuş olur. İndi nə yazıb? Yazıb əkiz qardaşlardan biri bacısından neçə yaş böyükdür. Neçə yaş böyükdür? Görürəm ki, əkiz yaşlı qardaş 6 yaşı varsa, 2 yaşlı bacıdan neçə yaş böyük olmuş olur? 4 yaş böyük olmuş olur. Qutardı. Doğru cavabı D variantı olaraq tapdıq. Növbəti sualla tullandıq. Mən birazca yavaş-yavaş detallı izah eləməyin tərəfdarıyam onlayn dərsdə. Ona görə kim narahat olursa sürət verə bilər. Gəldik digər məsələ. Sinifdə oğlanların sayı qızların sayının 4/1 hissəsini qədərdir. 4/1 hissəsini təşkil edir. Nə eşitdim? Oğlan və qız. Düzdür? Tez yazıram. Oğlanlar var bizdə. Bir də qızlar var. Bunu yazandan sonra, baxın, oğlanların sayı qızların sayının 4/1 hissəsi qədərdir.
qızların sayının əsas referansı burada qızlara verir də, düzdür? Ona görə yazıram bura qızlara x, oğlanlara 4də 1 x. Baxın, oğlanların sayı 4də 1 hissədir də, düzdür? Hissə olan, deməli, oğlanlara düşməli idi. Ona görə bu formada yazdım. İndi əgər kəsir filan bu şeylərlə işləməyi sevmirsinizsə, baxın, hər hansısa bir ədəd görəndə belə də eləyə bilərsiniz. Məsələn, 4də 1 demir, deməli 1x olacaq, digəri 4x. İndi hansı x olmalıdır, hansı 4x? Baxın, yazıb oğlanların sayı qızların sayının 4də 1 hissəsi. Hissədir də oğlanlar, kiçikdir, düzdür? Onda deməli x-i oğlanlara yazaram, 4x-i qızlara. İki cür həll edə bilərik. İkisi də riyazi baxımdan əslində eyni şeydir. Ya bunu həll edəcəksiniz, cəmi bir yerdə 35 şagird var, ya da bunu həll edəcəksiniz, cəmi bir yerdə 35 şagird var. Hansını ürəyiniz istəyirsə. Yuxarıdakı kəsrlə alındığına görə aşağıdakını daha sürətli beynimiz algılaya bilir deyə orayla getsək, 5x 35-dirsə, x də bərabərdir 35 bölünsün 5, 7-yə. X 7-dirsə, oğlanların sayı 7'dir. 4 vur 7. Qızların sayı da 28'dir. Qutardı. Tapdıq. Getdi. Yenə bunu da həll eləsəydik, rahat olun, əmin olun ki, eyni nəticəni almış olacaqdıq. Ən rahatı da elə ikinci formada bir növ yazmaqdır. Məsələn, mən sizə desəm ki, oğlanların sayı qızların sayının, məsələn, özümü atıram, 5'də 2 hissəsi qədərdir. Ona tez nə edəcəkdik? Yazacaqdıq 2x-i oğlanlara, görsən x qoyuram da ədədlərin. 5x-i da qızlara. Çünki 5'də 2 hissə, kiçik olan hissə kimdir? Oğlanlardır. Ona görə oğlanlara 2x görürsünüz. 2 balacadır da, balaca sayı düşdü, qızlara böyük. Məsələn, cəmliyib yenə 35-ə bərabərləşdirib, həll eləyib rahatlıqla tapacaqdıq. Yəni, hər bir şeyi kəsirlərdən azad eləyib rahatlığa gətirməyi bir növ bilməliyik. İndi bu sualda nə deyirdi? Təbii ki, 5'dəkini falan özümdən yazmışdım. Onların neçəsi oğlandı deyirdi. 7'si oğlandı. Artıq cavabı tapmışıq. Növbəti suala gəldik, çatdıq. Murad və 3 dostu. Nə deyir? Deyir, Murad və 3 dostu Bağır, Cəlil, Abbas, Meşə, göbələk yığmağa getmişdilər. Yaxşı eləmişdilər. Özüm buralarda bir yerdə saxlayayım. Aha, yazıram buradan. Məli, Muraddır. Sonra Abbasdır, Bağırdır, bir də Cəlildir. Murad 36 göbələk yığıb. Sağ ol sənin Murad. Murada 36'nı yapışdırdıq. Abbas Bağırdan 3 göbələk çox yığıb. İndi bilmirəm də Bağır nə qədər yığıb, düzdür? Yazıram Bağıra x. Abbas olur x plus 3. Və nə deyir? Cəlil isə Abbasdan 3 göbələk artıq yığıb. Cəlil də Abbasdan 3 göbələk artıq yığıbsa, deməli üstünə 3 gəlsəm Abbasın. Olacaq x plus 6. Qutardı. Bura qədər həll elədim. Muradın yığdığı göbələklərin sayı dostların yığdığı göbələklərin cəmindən 2 dəfə çoxdur. Mən Muradın yığdığı göbələklərin sayı 36. Dostlarının yığdığı göbələklərin sayının 2 mislidir, düzdür? Göbələklərin cəmindən 2 dəfə çoxdur. Baxın, Murad çoxdur da. Bu çox olan hissədir. Bu az olan hissədir. Nə etməliyəm? Bərabərləşdirmək üçün, yəni tənliyə gətirməyim üçün bunu həmişə az olanı vururam, bərabərləşdirirəm. Ya çox olanı 2'yə bölüb bərabərləşdirməliydim, ya da nə etdim? Az olanı 2'yə vurdum, bərabərliyi yazdım. Bu nəyə bənzəyir? Məsələn, mən deyirəm ki, mənim 25 yaşım var, atamın 50 yaşı var. Atam məndən 2 dəfə çoxdur. Nə edəcəm? Hər halda atamı 2'yə vurmaram da, düzdür? Bərabərləşməyim üçün az olanı artırmalıyıq ki, çox olana bərabər olsun. Ona görə də az olan hissəni 2'yə vurduq, bərabərləşdirdik. Qalır indi buranı sürətli həll eləmək. Bura eləyir 3x plus 9, 2'yə vuranda. Nəticədə yazım addım bərabər olur 36'ya. Bura eləyir 6x plus 18, 2'yə vurub açanda. 18 atıram sol tərəfə, 36'dan 18 çıxanda o da qalır 18. Nəticədə 6x 18 isə deməli x bərabərdir 18 bölünsün 6, 3'ə. İndi bu 3 nəyin sayıdır? Bağırın göbələklərinin sayı. Bura 3 yazanda Cəlildə 9 olur, Abbasda 6 olur. Bizə nə yazıb? Nə istəyir? Ən az göbələk yığan neçə göbələk yığmışdı? Bilirik ki, Bağır yığıb. Bağır neçədən yığmısan? 3 dənə yığmışam deyə Bağır cavab verir.
Deməli doğru cavab nə oldu? B variantı. Bu sualda xoşbəxt elədik. Gəldik, keçdik 2020-ci ilin mətn məntiqi təhlili də saymaq olar bu sualı. Həmin o qarışıq ilk dəfə 2020-də 2017-də düşmüşdü. 17-də düşmüş bu faiz sualına. Bu sualı dilimdə də dəfələrlə izah ediblər, amma çətin yollarını izah ediblər. Biz maksimum dərəcədə sürətlə izah edib keçmiş olacağıq. Necə eləyirik? Baxaq görək. Necə eləyirik? Cədvəldə A və B anbarlarında olan 5 növ meyvədən bəzilərinin kiloqramla miqdarı və digər meyvələrə görə faiz nisbəti verilib. Mən cədvələ baxan kimi adicə A anbarında bir çox şeyi müəyyənləşdirə bilirəm. Necə müəyyənləşdirirəm? Məsələn, baxın, 100 kiloqrama faiz 20 düşüb. Onda fikirləşirəm ki, buradakı 100 ədədi ilə 20 ədəd arasında 5 dəfə asılılıq var. Onsuz da baxın, biz məsələn 80-in qarşısındakını tapmaq üçün neyniyəcəkdik? Yazacaqdıq 100-ə 20, 80-ə x tənasüb, düzdür? Nəticədə x bərabərdir 80 vurulsun 20 bölünsün 100. Gəlib hesablayıb burada 16-nı tapacaqıq, düzdür? İndi baxın, 16-nı tapandan sonra 100 ilə 20 arasında 5 dəfə fərq yoxdur. 20-ni 5-ə vuranı 100 eləyir də, düzdür? Nəticədə nəyi 5-ə vursam 80 eləyər 16-nı və yaxud da 80-ə 5-ə bölünə neçə eləyir 16. Yəni bir də belə uzatmağa gərək yoxdur. Onsuz da hər şey elə o tənasübdən gəlir də, bu bir-birlərindən ədədlərin neçə dəfə fərqlənməyi. O baxımdan da sürətli, nələrsə uzatmadan din müəllimlərinə buradan göndərmə eləyək. Biz din müəllimi deyirik. Nə edirik onda? Sürətli bir şəkildə baxırıq ki, ədədlər arasındakı əlaqədə burada 5 dəfə fərqlənmə var. Mən 100-ü 5-ə bölüb 20 alıbsa, 80-i 5-ə bölərik. Olar 16. Düzdür? Sonra baxın, burada nəyi 5-ə bölüb 10 alıb? 10-u vurarıq 5-ə, taparıq ki 50-ni. Eyni şəkildə 24-ü 5-ə vururam. Sol tərəfə yazıram 120. Mən sol tərəfdə 5-ə vuraraq yazır da, düzdür? Sağa da 5-ə bölərək. İndi bilirəm ki, faizim 100-ə tamamlanmalıdır. 24, 16, 40 elədi. Üstünə 20 gəldim, 60. Üstünə 10 gəldim, 70. Bura qaldı 30. 30-u da 5-ə vuranda oldu 150. Fikir verirsə, məsələdə nə istəyir, heç baxmıram. Sürətli tapa bildiklərimi hər zaman mən bu formada tapıram. İndi gəldim aşağı suala baxıram. Yazıb A anbarında neçə kiloqram portağal var? Neçə kiloqramdır? Tapmışıq 150. Qutardı. Doğru cavab oldu B variantı. Yəni bir var hansını tənasüb qurasız yuxarıda aşağıda. Onsuz da tənasübdən çıxan nəticədir də bu. 5 dəfə fərqlənmə. O baxımdan sürətli doldurduq. Getdi. Gəlin sağ tərəfə. Sağ tərəfdə fikir verirsə, mən hərəkət eləyə bilmirəm. Çünki yanbayan yazılmış ədədlər cütü olmadığına görə neçə dəfə fərqlənməni tapa bilmədiyim üçün məcburam artıq digər suallarda bir ipucu, bir yol, göstəriş axtarmağa. Yazıb ki, əgər A anbarındakı almanın miqdarı B anbarındakı armudun miqdarına bərabərdirsə, A anbarındakı almanın miqdarı B anbarındakı armudun miqdarına, yəni bura bərabərdirsə deyir. Ora 120-dirsə, deməli götürüb tez. Bu suala görə, baxın diqqətli olun, bu suala görə burada 120 yazıram. Digər suala keçəndə artıq məsələn buradakı şərtə əsasən biz bura 120 yazdığımıza görə mütləq digər suala keçəndə bu 120-ni silib o şərtə görə bura nə istəyirsə onu dolduracaq. Orada diqqətli olmaq lazımdır. 120 ilə 40 arasında 3 dəfə fərq var. 43-ə vuranı 120 eləyir, düzdür? Deməli onda 120-ni 3-ə bölüb 40 alıb da, 36-nı 3-ə bölürəm 12, 63-ə bölürəm, buraya yazıram 20. Nəyi 3-ə bölüb 18 alıb? 54-dür. Neynədim? 18-i 3-ə vuraraq tapdım. Ne bilirəm ki, faiz 100-ə tamamlanmalıdır. 12 ilə 40-ın cəmi 52. Düzdür? Üstünə 18 gəldim. 70. Üstünə 20 gəldim. 90. Bura nə qaldı? Qaldı 10. Yoxlayaq, hər şey qaydasındadır, bəli. Neçə dəfə fərq var idi? 3 dəfə. Deməli 3 dəfə 10, burada düşdü 30. Buranı da doldurduq. İndi əgər A anbarındakı almanın miqdarı B anbarındakı armudun miqdarına bərabərdirsə, B anbarında neçə kiloqram banan var deyir. B anbarındakı bananın miqdarını axtarırıq. Nə qədərdir burada? 30 kiloqram. Nə oldu? Doğru cavab oldu Y variantı. Bu sualda xoşbəxt elədik. Gəldik o birisi suala. Əgər A anbarındakı portağalın miqdarı B anbarındakı banandan 120 kiloqram çoxdursa, baxaq. A anbarındakı portağalın miqdarı buradakı suala görə aldığımız ədədlərlə buradakı şərt uyğunlaşırsa silməyimizə gərək olmayacaq.
A anbarındakı portağalın miqdarı B anbarındakı bananın miqdarından 120 kiloqram çoxdursa, həqiqətən də xoşbəxtlikdən 120 kiloqram fərq formalaşdı bunlar arasında. Buradakı şərti bir də silməyimizə ehtiyac qalmadı. Amma elə ola bilərdi ki, həqiqətən biz buranı tapardıq, özümdən atıram 48, görərdik ki, bəs 120 çox deyil axı. Onda bu şərtə görədir deyə həmin ədədləri 48 falan hamısını siləcəkdik. Artıq bura məsələn 120 dirsə, bura məsələn 30 yazıb elə həll edəcəkdik. Oldu. Sadəcə xoşbəxtlikdən sual ilə qurulub ki, işimizi rahatlaşdırır. Əvvəlki şərtdəki ədədlərlə uyğunluq təşkil edir. Ona görə də artıq nəsə əlavə eləməyimə ehtiyac yoxdur. Həqiqətən də buradakı portağal miqdarı, buradakı banan miqdarından 120 çoxdur deyə B anbarında neçə kiloqram armud var sualına elə birbaşa cavab verə bilərik. B anbarında neçə kiloqram armud var? Buradan görürük 120 kiloqram armud var. Bu sualın da doğru cavabı oldu B variantı. Bununla da 2020-ci ilin qəbul suallarının izahlarını, riyazi məsələlərin izahlarını yekunlaşdırmış olduq. 2020-ci ildə sonuncu dəfə imtahan bir cəhd şəklində idi. Ondan sonraki illərin hamısında iki cəhdli formada keçirilməyə başlandı. Təbii ki, siz qəbullarda və s. bu sualların izahlarını bir növ görmüsünüz. Təbii ki, izləməyənlərimiz də var. Buradan onlara salam olmuş olsun. Amma mən yenidən bunları bir araya yığıb bu şəklə niyə izah edirəm? Ona görə ki, bir növ riyazi məsələlərə mənim yanaşmamı da götürməyə çalışasınız deyə. Çünki bəzən əksər hallarda elə riyazi məsələyə baxıb kör-küranə həll eləməyə çalışırıq. Amma bir növ diqqətli olsanız, ümumiyyətlə mən necə həll edirəm, biraz ona nəzər yetirmiş olsanız daha da rahat olmuş olacaq. 2020-ni bitirdik, 2021-də görüşərik, uğurlar, hələlik.